Bu videolar pizza sevənlərə gəlsin. Dəyərli sahibkarlar və iş adamları. Birinci hissə, part 1. Heç bunu bilirdinizmi? Bugünkü təlimimizin mövzusu pizza-riya açdıqda nələri bilmək lazımdır? Əlbəttə ki, ən başlıca bu konseptdir. Bildiyimiz kimi, konsept bir neçə cür pizza-riya konseptləri var. Bunlardan biri klassik İtalyan konsept restoranıdır. İkincisi take-away, daima çatdırılmana məşğul olacaqsınız. Və yaxud fast casual, yəni tez pizza pişirilmə, self-service, özünə xidmət və yaxud qoşqu, food truck və yaxud pop-up, qoşqu, köşk kimi restoran növlərinə belə, konsept belə aid olmalıdır. Yaddan çıxarmayaq, həm menyu, həm konsept gələcəkdə avadanlığın sifarişinə etməkdə təsir edəcək. Əlbəttə ki, ikinci yerdə bildiyimiz kimi yerləşmədən bəhs olunur. Kütləvi insan axını olan yer, xüsusən də piyada gəzilən yerlər olsa daha yaxşı olar. Universitetlər, biznes mərkəzləri, ticarət mərkəzləri də olsa üstünlük təşkil edir. Bunu da yaddan çıxartmayaq ki, əgər hər hansı bir yerdə biz çatdırılma sistemini qurmaq istəyiriksə, öncədən ərazini, ətraf ərazinin radiusunu ölçüb, ünvanları, dəqiq küçələrin adına kimi belə bilməliyik. 3. Ən önəmli amil, faktor pizzanın xəmiridir. Yaddan çıxartmayaq. Keyfiyyətli xəmir uğurlu pizza deməkdir. Əla dadlı pizza deməkdir. Əlbəttə ki, biz keyfiyyətli pizza onu təmin etməliyik. Öncədən etdikdən maylandırma, fermentation 24-72 saat olmalıdır. Temperatura nəzarət mütləq halda döyünən ürəyidir. Buna baxmaq lazımdır və nəm dərəcəsi isə 60-70 dərəcəsi daima pizzanın üstündə olmalıdır ki, xəmiri tutsun, doğru yolda geçsin. Yaddan çıxarmayın, dadlı pizza düzgün halda, stabil və sabit standartlara uyğun olaraq bişiriləndə alınır. Bunu da etməmişdən öncə heç vaxt açılışa doğru getmək olmaz. 4. Əlbəttə ki, bizim sahibkarların ən zəif yerləri olan avadanlıq. Bildiyimiz kimi, fırınların bir neçə növləri var. Əgər biz İtalyan sayağı restoran tikiriksə, konsept olaraq, bu deməli daş soba, wood fry olmalıdır ki, premium klasslara aiddir. Var elektrik sobalı, bunlar davamlı, stabil pizza pişirmək üçündür. Var ki, konveyer tipli sobalar, pizza sobaları. Bunlar nədir? Bunlar da xüsusən brendlər, böyük brendlər onlardan istifadə edirlər ki, digər qonaqlar tez-tez gəlib çıxanda və fast casual restoran növlərində belə istifadə olunur. Əlavə də olaraq, dəyərli sahibkarlar, yaddan çıxarmayın, xəmir yoğuran aparat olmalıdır. Pizzaiola masası və xüsusən də onun soyuducu vitrinlər olmalıdır. Yaddan da çıxarmayaq, çatdırılmaq üçün bir neçə ölçülərdə termobokslar olsa daha yaxşı olar. Əlbəttə ki, 5 nömrə menyu dizaynıdır. Açılışdan öncə konseptə uyğun olaraq mütləq halda 8-10, maksimum 12 pizza növləri qoymaq lazımdır. Çox pizza artıq dərəcəsinə lazım deyil. Tanınmış pizza brendləri adları ilə belə onları qoysa yaxşıdır. Maksimum 2, TD3 premium pizza növlərindən qoysa daha əlverişlidir. Bir vegetarian olsa əla olar. Pizza menyusunu əgər hazırladıqda isə pizzeriyanın menyusunu hazırladıqda isə çörək çubuqları, salat menyusu və içki menyusu da daxil etmək lazımdır. Yaddan çıxartmayaq. Çatdırılma üçün tutarlı qiymət və paketləmə belə ona daxil olmalıdır. Hamıya uğurlu pizzeriya layihəsi arzu edirəm. Daha maraqlı və ətraflı məlumatlar almaq üçün bizim TikTok, Instagram və YouTube kanalımızı izləməyinizi davam edəsiniz.